Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Mən İsmail İbrahimov. Bu videoda sizə 11 yanvar 2026-cı il tarixində Güvən Nəşriyyatının 11-ci siniflər üzrə təşkil etdiyi 2-ci qrup coğrafiya suallarını izah edəcəm. Başlayaq 31-ci sualdan. Cədvələ əsasən uyğunluğu müəyyən edin. 3000-4000 metrdən dərində okean suyunun temperaturu 2-3 dərəcədən çox olmur və bunun qarşısına da doğru yazıb. Doğru ifadədir, doğru da yazılıb. Deməli, sualımızda doğru cavab A variantıdır. Digərlərinə baxaq. Atlantik okeanı ekvatorial və tropik enliklərdə ensiz olduğuna görə daha çox qızır, xeyr, az qızır. Bura doğru yazılıb, yanlışdır. Suyun fiziki kimyəvi xassələrinə onun temperaturu, duzluğu, şəffaflığı, səs dalğalarının suda yayılması aiddir. İfadə doğrudur, amma bura yanlış yazılıb. Ona görə gedir. Okean sularının duzluğuna yağıntılar və buxarlanmanın miqdarı, çay və buzlaq suları, həmçində okean cəryanları təsir edir. Doğru ifadədir, amma yanlış yazılıb. Ona görə çıxır. Dalğanın ən aşağı hissəsi onun yalı, yox, dabanı adlanır. Yanlış ifadədir, amma doğru yazılıb. Sualımızda doğru cavab A variantı. 32. Dünya okeanına çay və ya kanal vasitəsilə çıxışı mövcud olan göllər. Ladoqa gölü Rusiyada yerləşir, Avropa hissəsində. Ladoqa gölü Neva çayı vasitəsilə Fin körfəzinə çıxır. Marakaybo gölü kanal vasitəsilə Atlantik okeanına çıxır. Eri gölü isə Müqəddəs Lavrent çayı vasitəsilə Dünya okeanına çıxışı var. Deməli, sualda doğru cavab A variantı. 33. Çayın mənbəyində havanın temperaturu 2 dərəcə. Mənsəbində isə 20 dərəcədir. Bu çayın uzunluğu 300 kilometrdir. Onun dərəsində əsasən bərk süxurlar yayılmışdır. Bu çaya hansı xüsusiyyət aid ola bilməz? Baxaq. Əvvəlcə bir dağ kimi verək. Çayın mənbəyi olsun bura 2 dərəcə Selsi. Mənsəbi də olsun bura, deməli 20 dərəcə Selsi. Çayın mənbəyi ilə mənsəbi arasında temperatur fərqi 18 dərəcə Selsidir. Bu 18 dərəcə Selsi temperatur fərqi 3000 metrə bərabərdir. Yəni 18 dərəcə Selsi bərabərdir neçə metr? 3000 metr. 1000 metrdə 6 dərəcə varsa, 18 dərəcənin içərisində də 3 dənə 6 var. Deməli, hərəsi də 1000 olanda 3000 edir. Deməli, çayın bu mənbə ilə mənsəbi arasındakı hündürlük fərqi olur çayın düşməsi D hərfi ilə qeyd edək. Çayın uzunluğunu da L ilə verək. Bunu da verib 300 kilometr. Meylliliyini tapmaq üçün çayın düşməsini uzunluğuna bölürük. Yəni 3000-i böləcəyik nəyə? Uzunluğa 300-ə eləyəcək 10 metr bölünsün kilometr. Bu meyillilik də vahiddən böyükdür. Biz də demişdik ki, meyilliliyi vahiddən böyük olan çaylar dağ çayıdır. Deməli, dağ çayına aid olan xüsusiyyətlər olacaq. Bu ifadələrdən biri bura aid olmayacaq. Hidroenerji potensialına malikdir, bəli. Doğru ifadədir, götürmürük. Mənbə böyük suarcı silsilədə yerləşir. Bunu saxlayaq, digərlərinə baxaq. V şəkilli çay dərəsi yaradır, bəli. Bərk süxurlardırsa dərədə təbii ki, V şəkli olacaq. Orta meyillilik 10 metr bölünsün kilometrdir, doğrudur, götürmürük. Nəqliyyat imkanları məhduddur, doğrudur, götürmürük. Baxırıq B variantına. Bu çayın düşməsi 3000 metrdir. Yəni mənbə ilə mənsəb arasında hündürlük fərqi 3000 metrdir. Böyük su harici silsilənin də hündürlüyü maksimum 2228-dir. Yəni böyük su harici dağlarında olan çayların heç biri 3000 metr düşməyə malik ola bilməz. Çünki heç 3000-dən yuxarı deyil bu dağın hündürlüyü ki, orada olan çaylar 3000 olsun. Ona görə də doğru olmayan cavab B variantı olacaq. 34. Aşağıda göstərilən iqlim diaqramının aid olduğu iqlim yarım tipinin yayıldığı ərazilər. Əvvəlcə diaqramın hansı iqlimə aid olduğunu müəyyənləşdirək. Ən isti ayı 24-25 dərəcədir, ən soyuq ayı da 0-a yaxındır. Həmçinin orta illik temperatur 12,5 dərəcə, yağıntıların orta illik miqdarı 1036 mm-dir. Yağıntılar da əsasən fikir versiniz, ilin isti dövründə düşür. Qış ayları, dekabr, yanvar, fevral ayları az yağıntılıdır. Yəni, qışı quraq keçən mülayim isti iqlim tipidir. Ən isti ayı da 25-ə yaxındır. Deməli, qışı quraq keçən mülayim isti iqlim yarım tipidir. Deyir ki, bu yarım tipin yayıldığı ərazilər. Baxaq. Kiçik Qafqazın dağ-ətəyi alçaq dağlıq hissələri doğrudur. Bu ərazilərdə var. Naxçıvan alçaq dağlıqdan başlamış, yüksək dağlığa dək olan sahələri səhvdir. Bilirik ki, Naxçıvanda mülayim isti iqlim tipi yoxdur. Qarabağ vulkan yaylası
Burada soyuq iqlimdir, qismən də dağ tundra iqlimidir. 4 Qanıq Ərçay vadisi doğrudur. Qışı quraq keçən mülayim isti iqlim bilirik ki, Qanıq Ərçayda da var. 5 Samurda və Çobalı burada da yarım səhradır. Deməli doğru cavabımız 1-4C variantı. Sonra keçirik 35-ə. Dağların zirvələrinin düzgün verildiyi sıraları müəyyən edin. Tupqalı Appalaç verib, səhvdir. Bilir ki, Tupqal Atlas dağlarının yüksək zirvəsidir. Çoqoru Hindukuş dağlarında deyil, Qaraqorumdadır. Konqor Pamirdədir, doğru verilib, 3 doğrudur. Matterhorn Alp dağlarında yerləşən zirvədir, doğru verib. Damavand Qafqazda verilib, yanlışdır. Qalxapikyen Skandinaviyada verilib, doğrudur. Deməli, sualda doğru cavab 3, 4 və 6A variantı. 36. Avrasiyanın sahillərini yuyan körfəzlər. Siam körfəzi Cənub-Şərqi Asiyadadır, doğrudur. Qvineya körfəzi Afrikadadır. Biskay körfəzi Avropadadır. Karpentariya Avstraliyada aid deyil. Venezuela Cənubi Amerikada aid deyil. Doğru cavab 1 və 3, cavab C variantı. 37. Xəzər dənizinin şimal hissəsinə aid olan əlamətləri müəyyən edin. Yayda temperatur 28-30 dərəcə arasında dəyişir, yanlış ifadədir. Kür və Səfid çayları tökülür, yanlış ifadədir. 40 dərəcə şimal enliyi ilə 44 dərəcə şimal enliyi arasında yerləşir. Bu mərkəz hissəyə aiddir. Qışda buz bağlayır, doğrudur. Duzluğu cəmi 1-2 promilyə qədərdir, doğrudur. 4 və 5 doğru cavab Y variantı. 38. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn boğazları müəyyən edin. 1 Hudzon boğazıdır. Buraya yazaq Hudzon. 2 Hörmüz boğazıdır. Hörmüz. 3 Malakka boğazıdır. 4 də Torres boğazıdır. Hörmüz, Hudzon, Malakka, Torres. Hörmüz, üzr istəyirəm, Hudzon, Hörmüz. Hudzon, Hörmüz, Malakka, Torres doğru cavabımız D variantı. Sonra 39. Doğru sıraları müəyyən edin. Mənsəbinin mütləq hündürlüyü okean səviyyəsi, okean səviyyəsindən hündür və aşağı olan verilib və bunlara uyğun çayları müəyyənləşdirəcək. Fərat çayı İran körfəzinə tökülür, mənsəbi okean səviyyəsidir. Doğrudur. Dnepr çayı Qaradənizə tökülür, onun da mənsəbi okean səviyyəsidir. Burada isə okean səviyyəsindən hündür yerdə yazılıb. Ona görə pozur. Volqa çayı okean səviyyəsindən aşağıdır. Sıra tamamlanmadı deyə götürməyəcəyik. Limpopo çayı Hind okeanına tökülür. Okean səviyyəsi doğrudur. Missouri çayı Mississippi'nin qoludur. Mənsəbi okean səviyyəsindən hündürdür. Doğrudur. Iordan çayı Öl dənizə tökülür. Okean səviyyəsindən aşağıdır. Doğrudur. Deməli, sıra tamamlandı. İkinci sıra doğrudur. 3. Mekong çayı Cənub-Şərqi Asiyada Cənubi Çin dənizə tökülür. Okean səviyyəsi doğrudur. Darling çayı Murray'in qoludur. Okean səviyyəsindən yuxarıdır. Doğrudur. Ural Xəzərə tökülür. Okean səviyyəsindən aşağıdır. Doğrudur. Deməli, cavab 2 və 3 Y variantı. Mavi Nil Nilə tökülür. Mənsəbi okean səviyyəsi deyil. Ona görə də götürmürük. Sonra 40. Afrikada ekvatorial iqlim qurşağının xüsusiyyətlərinə aid deyil. Baxaq. İl ərzində hər gün təkrarlanan hava şəraiti olur. Bu doğru ifadədir. Bizə lazım deyil. Tez-tez şimşək və ildırımla müşahidə olunan leysan yağışları yağır. Doğrudur, götürmürük. Səhər hava aydın olur. Gündüz yer səthindən qızan hava yuxarı qalxır. Doğrudur, götürmürük. Sutkalıq temperatur amplitudu 40 dərəcəyə çatır. Baxın, yanlış ifadə budur. Axşam havası əsasən sakit və bulutsuz olur. Doğrudur, götürmürük. Bilirik ki, ekvatorda sutkalıq amplitudu 40 dərəcə deyil, aşağı qiymətə malikdir. 41. Rütubətlik əmsalının hansı qiymətinə süxurların fiziki aşınması daha sürətlə gedir? Fiziki aşınma quraq ərazilərdədir. Demək, yağıntının çox aşağı, mümkün buxarlamanın çox olması vacibdir. Burada da əmsal təbii ki, vahiddən çox kiçik olan olacaq. O da cavab Y 0.3. Hansı materiklərdə subtropik iqlim qurşağının bərabər rütubətli vilayəti formalaşmır? Bu 3 materikdədir. Cənubi Amerika, Afrika və Avstraliya. Demək, Avrasiya ilə Şimali Amerikada yoxdur. Doğru cavab 2-3 B variantı. 43-cü suala baxırıq. Doğru ifadəni müəyyən edin. Labrador cəryanı Kanada sahillərində temperaturun yüksəlməsinə səbəb olur, səhvdir. Labrador cəryanı soyuq cəryanıdırsa, təbii ki, Kanada sahillərində temperatur aşağı salacaq. Avstraliyada böyük Viktoriya səhrasından şimalda səhra və savanna zonaları arasında yerləşən hissə sahil adlanır. Bu sahil Afrikaya aiddir, səhvdir. Drakon, yəni əjdaha dağlarının şərq yamaclarına Hind okeanından gələn
Passa küləklərinin təsirində çoxlu miqdarda yağıntı düşür. Bəli. Doğru ifadəmiz məhz elə C variantıdır. D variantında deyir, Cənubi Amerikanın iqliminin formalaşmasında sakitləşən rol daha böyükdür. Xeyr, azdır. Afrikada subekvatorial quşaq bütöv zolaq əmələ gətirməyə çat hövzəsində qırılır. Yanlış ifadədir. 44. Tian-Şan dağlarına aid xüsusiyyət. Qafqaz dağlıq sistemi ilə eyni yaşdadır, səhvdir. Qədim dağdır. Kaynezoyda təkrar fəallaşmağa başlamışdır. Bəli. Doğru cavabımız B variantıdır. Təkrar qırışıqlığa məruz qalmışdır. 45. Temperaturu 10 dərəcə olan 1 kubmetr havada 7,2 qram su buxarı vardır. Bu temperaturda 9 qram havanın 9 qram su buxarı saxlaya biləcəyini nəzərə alaraq nisbi rütubətliyi hesablayın. 10 dərəcə temperaturlu 1 kubmetr havadır. Həcm neçə qramdır? Təbii ki 9 qram. Bu zaman bu hava 100%li bir hava olacaq. Bunu bir hava şəklində belə eləyək. Bu 1 kubmetr havadır. Tərkibində də neçə qram var? 7,2 qram su buxarı var. 7,2 qram rütubət var. Deyir ki, bu 7,2 qram rütubət bu 9 qramın neçə faizini təşkil edir? 9 qram 100%dirsə 7,2 qram x. Buradan da x nəyə bərabərləyəcək? 720 bölünsün 9. O da eləyəcək 80%. Doğru cavabımız D variantı. 46. Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Maracaibo və Titicaca gölü üçün səciyyəvi olan xüsusiyyət. Hər ikisinə aid olan xüsusiyyəti çizəcək. Səthində günəşin zəngdə olması prosesi baş verir. Bəli, elə doğru cavabımız A variantıdır. Bura A uyğun gəlir. Niyə? Çünki hər ikisi tropik işıqlanma qurşağında yerləşir. Ona görə də hər ikisində günəşin zəngdə olma prosesi baş verir. Sonra 47. Cədvəli tamamlayın. Şərti işarələr verilib yataqların adı. Bilirik ki, bu xromit işarəsidir. Xromit də respublikamızda Kəlbəcərdə Göydərə, Laçında İpəkdir. Bu da kvars qumudur. Bu Hacıbəli Hökməlidədir. Cavab olsun D variantı. 48. Yarımadalarda havanın orta illik temperaturunun artma ardıcıllığını müəyyən edin. Artma ardıcıllığı deyiriksə, biz qütblərdən ekvatora doğru ardıcılığı seçəcəyik. 3. Kamçatka, 2. Apennin, bir də Malakka. 3, 2, 1. Doğru cavab B variantı. 49. Materiklərin şərq sahilləri boyunca hərəkət edən soyuq okean cəryanları. Kanar cəryanı qərb sahillərdə, Afrikanın qərb sahilləri boyu hərəkət edir, səhvdir. Falkland B variantına baxar. Kaliforniya qərbdir. Bizdən şərq soruşur, hə qərbdir, getdi B variantı. C variantına Falkland Cənubi Amerikanın şərqindədir. Somali də Afrikanın şərqindədir. Cavab elə C variantıdır. 50. 32 promilli duzluğa malik 7 litr dəniz suyunun buxarlandırılmasından neçə qram duz əldə etmək olar? 32 promilli nə deməkdir? 1 litrdə 32 qram duz deməkdir. Bizdən neçə litr soruşur? 7 litr. Görək 7 litrə nə qədər düşəcək? X. X də nəyə bərabər olar? Deməli, 14, 21, 22. 224 qram. Doğru cavabımız Y variantı. 51. Verilmiş ucqar nöqtələri sahillərində yerləşdikləri okeanlara müvafiq olaraq qruplaşdırın. Baxaq. Murchison Şimali Amerikanın şimal ucqar nöqtəsidir. Şimal Buzlu Okeanı sahilində yerləşir. B. B 1-ə uyğun gələcək. Sonra Steep Point Avstraliyanın qərb ucqar nöqtəsidir. O da Hind Okeanı sahilindədir. C uyğun gələcək bura. Parinyas Cənubi Amerikanın qərb ucqar nöqtəsidir. Sakit Okeana düşür. Almadidə Afrikanın qərb ucqar nöqtəsidir. O da Atlantik Okeana düşür. Deməli nə olur? BC Parinyas A olmalı, üzr istəyirəm. BCAD. BCAD doğru cavabımız D variantı. Baxaq bir də yanlış eləyərik. Murchison Şimal Buzlu, Steep Point Hind Okeanı, sonra Parinyas Sakit Okean, Almadi Atlantik Okean doğrudur. Aha. Payız gecə-gündüz bərabərliyi. Payız gecə-gündüz bərabərliyi hansı tarixdir? 23 sentyabr tarixidir. Bu tarix günü hansı adalarda günorta günəş vaxtı, günorta vaxtı günəş şüaları 66,5 dərəcə buzaq altında düşür. Payız gecə-gündüz bərabərliyi günündə günəş harda zenitdədir? Ekvatorda. Ekvatora günəş neçə dərəcə düşür? 90 dərəcə düşür. Elə iki dənə enlik var ki, günəş bura 66,5 dərəcə düşür. Həm bura, həm də bura.
90-dan 66.5-in arasında nə qədər fərq var? 23.5 dərəcə fərq var. Deməli, bu məntəqələr ekvatordan 23.5 şimalda, 23.5 cənubda. Yəni, ekvatordan 23.5 dərəcə şimal və cənuba hərəkət edirik. Söhbət tropiklərdən keçir. Tropik. Yəni, biz şimal və cənub tropik xətlərinin kəsdiyi adanı müəyyən edəcəyik. Tayvan adasının şimal tropiki, Madagaskar isə cənub tropiki kəsir. Doğru cavabımız elə A variantıdır. 53. Artıq keçdik açıq suallara. İqlim yarımtipləri xətti sxeminə əsasən soyuq iqlim tipində yerləşən əraziləri müəyyən edin. Soyuq iqlim tipinə 1 uyğun gəlir. Qışı quraq keçən soyuqdur. 4 uyğun gəlir. Bir də 2 uyğun gəlir. Naxçıvanda yayı quraq keçən soyuq. 4 Böyük Qafqazın şimal-şərq hissəsi və yan hissəsində də qışı quraq keçən soyuq. Doğru cavabımız 1, 2, 4. 54. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Materik və okean tavalarının sərhədində yerləşən adalar verilib. İki okean tavasının sərhədində yerləşən adalar verilib. Azor adaları uyğun gəlmir. Çünki iki okean tavasının ayrılmasına düşür. Getdi. Aleut adaları materik və okean tavalarının sərhədinə düşür. Doğrudur. Müqəddəs Yelena adası bu da iki okean tavasının ayrılmasına düşür. Getdik. Bu sütunda 2 uyğun gəldi. İki okean tavasının sərhədində yerləşir İslandiya. Doğrudur. Yapon materik və okean tavasının sərhədinə düşür. Götürmürük. Pasxada iki okean tavasının sərhədinə düşür. Cavab 2, 4, 6. 2, 4, 6. 55. Düşməsi 720 metr olan çayın meyilliyi 1,2 metr bölünsün kilometrdir. Miqyası 1/3 milyon olan xəritə üzərində bu çayın uzunluğunu müəyyən edin. Çayın meyilliliyini necə tapırdıq? Meyillilik bərabərdir. Düşmə bölünsün uzunluq. Meyilliliyi verib bizə 1,2. 1,2 bərabərdir. Düşməni də verib bizə 720. 720-ni bölürük uzunluğa. Biz 720-ni nəyə bölsək 1,2 alarıq. Buradan uzunluğu tapsaq L bərabərdir. 720 bölünsün 1,2. Deməli 720 bu da düşəcək neçə metr? 600 kilometr. Deməli çayın uzunluğu nə qədərdir? 600 kilometr. Bizim çayımızın uzunluğu, yəni həqiqi məsafəmiz oldu neçə kilometr? 600 kilometr. Miqyasımız da 30 kilometr. Miqyas bərabərdir 30 kilometr. Xəritədəki məsafəni necə tapacaq? Həqiqi məsafəni, yəni 600-ü 30-a böləcəyik. 60-ı da 30-a böləndə düşəcək 20 santimetr. Görürsünüz, burada santimetr verir. Doğru cavabımız 20 santimetrdir. 56. K məntəqəsində qütb ulduzu 40 dərəcə bucaq altında görünür. Bu məntəqənin 80 dərəcə şərq uzunluğunda yerləşdiyini nəzərə alaraq, onunla Bakı şəhəri arasındakı ən qısa məsafəni hesablayın. Qütb ulduzunun 40 dərəcə bucaq altında göründüyü paralel elə 40 dərəcə şimal eniyidir. Deməli, 40 dərəcə şimal eniyidir. Bu olsun Qrinviç meridianı. Uzunluğu da neçə dərəcədir? 80 dərəcə şərq uzunluğu. 80 dərəcə şərq uzunluğudur. Bakı da 50 dərəcə şərq uzunluğunda yerləşir. 50 dərəcə. Bura olsun Bakı, burada olsun K. Bunların arasında nə qədər fərq var? 30 dərəcə fərq var. 80 ilə 50-nin arasında 30 dərəcə. Bu paraleldə də 1 dərəcə qövs nəyə bərabərdir? 85,4-ə. Deməli, biz vuracağıq 30-u nəyə? 85,4-ə. 12 bir yadda, 15, 16 bir yadda, 3, 8, 24, 25. Nə eləyir? 2562 kilometr. 2562 kilometr. 57. Uyğunluğu müəyyən edin. Deməli, iqlim yarımtipləri verib, yay quraq keçən mülayim isti iqlim, yağıntılar bərabər paylanan mülayim isti iqlim, bütün fəslərdə bol yağıntılı soyuq iqlim. Böyük Qafqazın şimal-şərq yamaclarının alçaq dağlıq və dağ ətəyi zonaları. Bu ərazilərdə yağıntılar bərabər paylanan mülayim isti iqlimdir. A getdi 2-yə. Lənkəran ovalığında yay quraq keçən mülayim isti iqlimdir. B getdi 1-ə. Talış dağlarının alçaq dağlıq və dağ ətəyi zonaları yağıntıları bərabər paylanan mülayim isti iqlimdir. C getdi 2-yə. Naxçıvanın orta dağlıq sahələri heç birinə uyğun gəlir. Ona görə bunu tamamilə çıxırıq.
Y. Böyük Qafqazın cənub yamaclarının orta və yüksək dağlıq sahələri. Bu isə bütün fəslərdə bol yağıntılı su verir. Deməli 1 B, 2 AC, 3 Y. Keçirik situasiyaya. Deyir ki, Cənubi Amerikadan axan Ad çayının mənbəyi yaylada yerləşir. Bu çay ovalıqdan okeana tökülür və mənsəbində estuar yaradır. Ad çayı cənuba doğru axaraq subekvatorial, tropik və subtropik iqlim qurşaqlarından keçir. Söhbət hansı çaydan gedir? Parana çayından gedir. Parana çayından gedir. Cənub tropik xətti ilə kəsişən Ad çayının keçdiyi ölkələr üçün təsərrüfat əhəmiyyəti böyükdür. Baxaq. Ad çayını və bu çayın hansı okean hövzəsinə aid olduğunu müəyyən edir. Çayımız oldu Parana çayı. Parana La Plata körfəzindən tökülür. Yəni aid olduğu okeanda hansı okeandır? Atlantik okean. 59. Ad çayının təsərrüfat əhəmiyyətlərini yazın. Ən azı ki, suvarmada istifadə olunur. Suvarma, nəqliyyat, həmçinin də enerji alınmasında istifadə olunur və s. Və nəhayət sonuncu 60-cı sual. Ad çayının mənbəyinin yerləşdiyi yayla və mənsəbinin yerləşdiyi ovalığın adını. Mənbəyin yerləşdiyi yayla bilirik ki, Braziliya yaylasından başlayır. Deməli, Braziliya yaylası, yerləşdiyi ovalıq isə La Plata ovalığı. La Plata ovalığı. Bu da oldu doğru cavabların izahı. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti dərslərdə görüşərik.